Güneş sistemi. Gözlerimizi göğe dikende gördüğümüz ulduzlardan biri Güneş. O, əslində möhtəşəm və hərəkətli bir ailənin, yəni Güneş sistemimizin mərkəzində dayanır. Ancaq bəs heç düşündünüzmü? Bu sistemin içində nələr gizlidir? Bizim yaşadığımız yer planeti uçsuz bucaqsız kosmosda təkcə bir nöqtədir. Onda bəs Mars, Jupiter, Saturn kimi digər planetlər hansı sirləri gizlədir? Bəziləri nəhəng qaz kürələrdir, bəziləri isə alovlu səhralar vətəni. Bütün bu səmavi cisimlər necə yaranıb? Günəş bu qədər planetləri necə öz orbitində saxlayır? Və biz bu nəhəng kainatın kiçik bir hissəsində nəyin içində yaşayırıq? Bu videoda Günəş sistemimizin sirlərinə bir yerdə səyahət edəcəyik. Hər bir planetin sirli xüsusiyyətlərini birlikdə araşdıracağıq. Videoya başlamazdan əvvəl daha çox belə kosmos mövzusunda araşdırma videolarının gəlməsi üçün videonu bəyənməyi, paylaşmağı və ən əsasda kanalımıza abunə olmağı unutmayın. Elə isə gəlin qalaktikamızın ən gözəl güşələrindən birinə birlikdə yola çıxaq. Günəş. Günəş olmasaydı nə yer planeti, nə həyat, nə də bu video olardı. Günəş, sistemindəki bütün planetləri öz cazibə qüvvəsi ilə bir arada saxlayan nəhəng bir ulduzdur. O, bizdən təxminən 150 milyon kilometr uzaqlıqda yerləşir və yerə həyat verən işığın və istiliyin əsas mənbəyidir. Bəs cazibə qüvvəsi nədir və niyə bütün bu planetlər kosmosa uçub dağılmır? Qısa şəkildə izah etsək, gözlə gördüyünüz bütün cisimlər kütləyə malikdir. Cazibə qüvvəsi hər bir kütləyə malik cisim arasında mövcud olan təbii bir çəkim qüvvəsidir. Newtonun ümumdünya cazibə qanununa görə cisimlər bir-birlərinin kütlələrinin hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs olaraq cəzb edir. Yəni iki cisim bir-birinə yaxınlaşdıqca cəzb etməsi güclənər, uzaqlaşdıqca isə zəifləyir. İnsanlar kimi kiçik kütləli cisimlərdə bu qüvvə həddindən artıq kiçik olduğu üçün biz bunu adi şəraitdə hiss etmirik. Lakin Günəş o qədər böyük və ağırdır ki, öz ətrafındakı bütün planetləri cazibə qüvvəsi ilə orbitində saxlayır. Məhz bu qüvvə sayəsində yer planetimiz Günəşin ətrafında sabit şəkildə fırlanır və kosmosa uçub getmir. 4.6 milyard il əvvəl qaz və toz buludunun çökməsi nəticəsində formalaşan Günəşimiz təxminən 74% hidrogen və 24% heliumdan ibarətdir. Qalan 2%lik hissə isə oksigen, karbon, neon, dəmir kimi digər elementlərdən ibarətdir. Günəşin mərkəzində nüvə sintezi adlı bir proses gedir. Burada hidrogen atomlarının birləşməsi zamanı möhtəşəm miqdarda enerji yaranır. Bu enerji əvvəlcə Günəşin daxilinə keçərək səthə çatır, sonra isə işıq və istilik şəklində ətrafa dağılır. Günəş o qədər güclü bir qüvvədir ki, saniyədə təxminən 4 milyon ton maddəni enerjiyə çevirir. Və bu enerji 8 dəqiqə 20 saniyə sonra yerə çatır. Başqa bir sözlə desək, biz indi Günəşə baxanda əslində onun 8 dəqiqə əvvəlki halını görürük. Günəşin mərkəzindəki temperatur təxminən 15 milyon dərəcə Selsidir. Bu, elə yüksək temperaturdur ki, burada atom nüvələri bir-biri ilə toqquşaraq birləşə bilir. Təxmini bir nümunə çəksək, bu temperaturda qızdırılmış bir iynə ucu yerə düşsəydi, çevrəsi təxminən 1000 kilometr olan ərazini buxara çevirəcək qədər enerji yayardı. Günəşin səthində isə temperatur təxminən 5500 dərəcə Selsi civarındadır. Əgər Günəşə birbaşa baxsaq, gördüyümüz parlaq səth fotosfer adlanır. Onun ətrafında plazmadan ibarət olan və Günəş tacı adlanan bir təbəqə var ki, bu təbəqənin temperaturu səthdən daha yüksək olub 1-2 milyon dərəcəyə qədər çata bilər. Səbəbinin isə maqnit dalğaları və partlayışlar olduğu düşünülür. Günəşin kütləsi 1,989 vurulsun 10^27 ton, yəni 1,989 kvintilyon ton olub, bütün Günəş sisteminin 99,86%-ni təşkil edir. Yəni planetlər, asteroidlər, kometlər və digər hər şey birlikdə cəmi 0,14%-lik bir yer tutur. Bu qədər böyük kütlə sayəsində Günəş ətrafındakı bütün planetləri öz cazibəsi ilə orbitində saxlaya bilir. Günəşə ən yaxın planet Merkuri. Bu kiçik, amma maraqlı planet Günəş sistemində ən sürətli hərəkət edən planetdir. Onun Günəş ətrafındakı bir tam dövrəsi, yəni 1 ili, cəmi 88 yer gününə bərabərdir. Bu səbəbdən də ona Roma sürət tanrısı olan Merkurinin adı verilib. Qəribə bir şəkildə Merkurinin öz oxu ətrafında fırlanma müddəti çox yavaşdır.
Bir tam fırlanma, yəni bir gün təxminən 59 yer gününə bərabərdir. Belə çıxır ki, Merkur üzərində bir gün çox uzun, bir il isə çox qısadır. Yəni Merkuridə 3 gün qalmaq əslində 2 il qalmaq deməkdir. Merkuri Günəş sistemindəki ən kiçik planetdir. Onun diametri 4880 kilometrdir. Bu da yer planetinin diametrindən 2,5 dəfə kiçik deməkdir. Hətta bəzi peyklər, məsələn Yupiterin Qanimed peyki, Merkuri planetindən daha böyükdür. Kosmosdan baxdıqda Merkuri boz qəhvəyi rəngdə, quru və ölü bir səthə malikdir. Onun səthi ayın səthinə bənzəyir ki, çoxlu sayda kraterlərlə örtülüdür. Bu kraterlər planetin milyardlarla il ərzində asteroid və kometlərlə toqquşmasında yaranır. Planetin səthində dağlar, dərələr və keçmiş vulkan fəaliyyətlərinə dair izlər də mövcuddur. Günəşə çox yaxın olduğuna görə səthindəki temperatur da çox dəyişkəndir. Gündüzlər temperatur 430 dərəcə Selsiyə qədər qızır, gecələr isə -180 dərəcə Selsiyə qədər düşür. Bu qədər fərq olmasının səbəbi isə atmosferinin çox nazik, hətta yox səviyyəsində olmasıdır ki, bu da istiliyin planet üzərində saxlanmasına imkan vermir. Merkuridə cazibə qüvvəsi yerdəkindən təxminən 2,65 dəfə azdır. Yəni 80 kiloqram olan bir insan Merkuriyə getsəydi, özünü 80 yox, 30 kiloqram kimi hiss edərdi. Bu da uzağa tullana, daha yavaş yeriyə və özünü daha yüngül hiss edəcəyiniz anlamına gəlir. Merkuri haqqında məlumatları biz əsasən NASA-nın Marier 10 və Messenger adlı kosmik missiyaları sayəsində öyrənmişik. Bu missiyalar planetin xəritəsini çıxarmış, geoloji quruluşunu və maqnit sahəsini analiz edərək bugünkü nəticələri əldə etmişdir. Venera. Günəşdən sonra ikinci sırada yerləşən bu planetin adı qədim Roma mifologiyasından gəlir. Roma mifində Venera sevgi və gözəllik tanrıçası idi. Planetin səma üzərində parlaq və gözqamaşdırıcı görünməsi səbəbilə qədimlər onu gözəlliklə əlaqələndirib bu ad vermişdilər. Əslində Venera gecə və səhər səmasında Günəş və Aydan sonra ən parlaq cisim kimi görünür. Bu səbəblə çox erkən dövrlərdən insanlar tərəfindən fərq edilmişdir. Ancaq bu parıltının altında gizlənən dünya heç də sevgi və gözəllik dolu deyil. Əksinə o, Günəş sistemindəki ən isti və ölümcül şəraitə malik planetdir. Kosmosdan baxıldıqda Venera sarımtıl ağ rəngli, buludlarla örtülmüş amar bir kürə kimi görünür. Bu buludlar əsasən kükürt turşusu damcılarından ibarətdir və planetin səthini tamamilə örtür. Bu səbəbdən Veneranın səthi teleskoplarla müəyyən edilə bilmir. Onun səthi radar texnologiyası və kosmik zondlar vasitəsilə xəritələndirilmişdir. Veneranın səthində qədim vulkan izləri, dağlar və geniş düzənliklər müşahidə olunmuşdur. Kraterlərin sayısı azdır. Çünki planetin atmosferi o qədər sıxdır ki, kiçik meteoroidlər səthə çatmadan yanıb məhv olur. Venerada bir gün 243 yer gününə bərabərdir. Maraqlıdır ki, bu planetin bir ili 225 yer günüdür. Yəni Venerada bir gün bir ildən daha uzundur. Bu, onu Günəş sistemində bu xüsusiyyətə sahib olan yeganə planetə çevirir. Ölçüsünə baxsaq, Venera yerə ən çox bənzəyən planetdir. Onun diametri təxminən 12100 kilometrdir ki, bu da yerin diametrinin 95%-nə bərabərdir. Kütləsi yerə yaxın olsa da, cazibəsi nisbətən yerdən azdır. Yəni 80 kiloqram olan bir insan özünü Venerada təxminən 72 kiloqram olaraq hiss edərdi. Veneranın peyki yoxdur. O Merkuri ilə birlikdə Günəş sistemində peyki olmayan iki yeganə planetdən biridir. Ən diqqət çəkən xüsusiyyəti isə onun inanılmaz isti olmasıdır. Orta səthi temperaturu 465 dərəcə Selsi civarındadır. Bu, hətta Günəşə daha yaxın olan Merkuridən belə yüksəkdir. Səbəbi isə Veneranın qalın karbon qazlı atmosferidir. Bu atmosfer Günəşdən gələn istiliyi içəri buraxır, lakin çölə çıxmasına imkan vermir. Bu da istixana effektinin ən ekstremal nümunəsidir. Planetin bir digər xüsusiyyəti isə onun tərs fırlanmasıdır. Digər planetlər saat əqrəb istiqamətində fırlanar. Venera öz oxu üzrə əksinə, saat əqrəbinin əksinə fırlanır. Bu səbəblə Günəş orada qərbdən doğub şərqdə batır. Alimlər çox qədim dövrlərdə, milyardlarla il əvvəl Veneranın səthində maye su olmuş ola biləcəyini hesab edirlər. Yəni, bəlkə də bir zamanlar o yaşama əlverişli olmuşdur. Lakin zaman keçdikcə atmosferdə karbon qazı artmış və nəticədə planet bugünkü ölümcül halına düşmüşdür. Bu hal Yer planetinin gələcəyi üçün də önəmli bir xəbərdarlıq hesab olunur. Venera haqqında məlumatların çoxu Sovet İttifaqının Venera missiyaları və daha sonra NASA və ESA-nın kosmik sondları vasitəsilə əldə olunmuşdur. Günəşə ən yaxın olan üçüncü planet bizim evimiz olan Yerdir. Qədim zamanlardan bəri insanlar yaşadıkları bu göy cisminə müxtəlif adlar versə də,
Yer adı ən çox qəbul olunan və istifadə olunan formasıdır. İngiliscədəki Earth sözü qədim ingilis və alman dillərində torpaq və ya torpaq səthi mənasını verir. Yerin Günəş ətrafında bir tam dövrü 365.25 gündə başa çatır. Bu da bizim təqvim ilimizi formalaşdırır. Öz oxu ətrafında isə fırlanma müddəti 24 saatdır və bu da gündəlik gecə və gündüz anlayışını yaradır. Yer ölçü baxımından Günəş sistemindəki 5-ci ən böyük planetdir. Onun diametri təxminən 12.742 kilometrdir. Bu ölçü onu qayalı planetlər arasında ən böyük edir. Kütləsi isə təxminən 5.97 kvadrilyon ton təşkil edir. Yerin peyki olan ay dənizlərdə qabarma və çəkilmə hadisələrinə birbaşa təsir edir. Ay həmçinin yerin oxunun sabit qalmasında da mühüm rol oynayır. Bu da iqlim sabitliyinə kömək edir. Kosmosdan baxıldıqda yer mavi, ağ, yaşıl və qəhvəyi rənglərin qarışığı kimi görünür. Bu görünüş əsasən okeanlardan, buludlardan və quru ərazilərdən qaynaqlanır. Yer təxminən 71% su ilə örtülü olan yeganə məlum planetdir. Həyatın inkişafı və mövcudluğu da məhz bu su ilə bağlıdır. Rəsmi elmi araşdırmalara görə yer təxminən 4.54 milyard il əvvəl formalaşıb. Başlanğıcda o, qızmar, mayı halında bir planet idi. Zamanla soyuyaraq sərtləşib və həyat üçün əlverişli bir şərait yaradıb. Planetimizin orta səth temperaturu təxminən müsbət 15 dərəcə Selsidir. Ancaq bu temperatur coğrafi mövqeyə və fəsillərə görə -90 dərəcədən müsbət 55 dərəcə Selsiyə qədər dəyişə bilər. Yer Günəşdən optimal məsafədə yerləşdiyi üçün nə çox isti, nə də çox soyuqdur. Bu zonaya Goldilocks zonası deyilir. Məhz bu xüsusiyyət yer planetini digər planetlərdən fərqli olaraq həyat üçün əlverişli edir. Yer həmçinin maqnit sahəsinə də malikdir. Bu sahə Günəşdən gələn zərərli şüaları əks etdirir və canlı həyatın qorunmasında mühüm rol oynayır. Bu maqnit sahəsi həmçinin qütblərdə aurora adlı göz oxşayan işıq hadisələrini yaradan əsas səbəbdir. Yerin bənzərini tapmaq üçün astrobioloqlar eksoplanetlər axtarır və minlərlə planet namizədi qeydə alınıb. Amma hələlik yer kimi həyatın mövcud olduğu başqa bir planet tapılmayıb. Bu da yer planetini hazırda bildiyimiz qədərilə kainatda bənzərsiz və nadir edir. Bu videonun ilk hissəsinin sonuna gəldik. Günəşdən başlayaraq Marsa qədər olan səmavi qonşularımızı birlikdə kəşf etdik. Amma bu sadəcə başlanğıcdır, çünki Günəş sisteminin əsl sirləri hələ qarşıdadır. Videonun ikinci və sirlərlə dolu hissəsini qarşıdakı bazar günü paylaşacağam. Qaz nəhəngləri, buzlu dünyalar və Günəş sisteminin ən uzaq sərhədləri sizi gözləyir. Bu hissəni qaçırmamaq üçün kanalımıza abunə olmalı və bildirişləri açmağı unutmayın. Növbəti videolarda görüşmək ümidi ilə.